Salam dəyərli kanal izləyicilərim, hər birinizi salamlayıram. Bugün sizlərə 2 noyabr 2025 tarixində keçirilən 9-cu sinif OTK buraxılış sınağının izahını təqdim edəcəyim. Gəlin ilk sualımızla başlayaq. ABC üçbucağında AD CD-yə bərabərdir və BD-yə bərabərdir. Deməli, AD CD-yə və BD-yə bərabərdir. Deməli, burada ABD və BDC üçbucaqları bərabər yanlı üçbucaqlardır. Bərabər yanlı üçbucaqlarda biz bilirik ki, oturacağı bitişik bucaqlar bərabər olmalıdır. Bucaq alfa ilə işarət etsək, digər bucaqda alfa olacaq. Daha sonra ABD üçbucağında da oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır və bizə CBD bucağını verib. CBD bucağımız 25 dərəcə qeyd olunubdur. CBD. Deməli, əgər bu bucaq 25 dərəcədirsə, digər oturacağı bitişik bucağımız da 25 dərəcəyə bərabər olacaq. Daha sonra ABD üçbucağında isə oturacağı bitişik bucaqlar yenə bir-birinə bərabər olmalıdır. Yəni, BAD bucağı ABD bucağına bərabər olmalıdır. BAC bucağını tap. Və biz bilirik ki, burada BDC üçbucağından CDB xarici bucağını tapsaq, 2 daxili bucağı, bir üçbucağın, bir xarici bucağı özünə qonşu olmayan 2 daxili bucağının cəminə bərabər olacaq. Yəni, ABD bucağının təpə bucağı 50 dərəcə olmuş olacaq. Artıq bura 50 dərəcədirsə, biz oturacağı bitişik bucaqları tapa bilərik. 180 dərəcənin 50 dərəcəni çıxırıq və 2-yə bölürük. Çünki oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır. 130 və 130-da 2-yə bölən zaman doğru cavabımız olacaq 65 dərəcə. 31-ci sualımızın cavabı olacaq C variantı. Gedək növbəti sualımıza. İkinci sualımız asan sualdır. A üstü n plus 2 çıxılsın 81 A üstü n ifadəsini qruplara ayır. Biz burada A üstü n plus 2-ni parçalasaq, A üstü n vur 2, A üstü n-i parçalasaq A üstü n vur olsun A üstü 2 yazarıq. Çıxılsın 81 A üstü n. Hər ikisində A üstü n ortaqdır. A üstü n-i qarşıya çıxarırıq və A-nın kvadratı çıxılsın 81. A kvadratı çıxılsın 81-də A minus B, A plus B-dir. Yəni A üstü n 9, A kvadrat 9. Doğru cavabımız olacaq 32-ci sualımızda B variantı. 33-cü sualımıza keçid alaq. Tənasübdür. Tənasübdən x-i tapın. Biz bilirik ki, tənasübün əsas xassəsi tənasübün kənar hədləri orta hədlərinin hasilinə bərabər olmalıdır. Yəni 12 vurulsun 4x minus 5 bərabər olmalıdır. 9 vurulsun x plus 2. Mötərizələri vurub açarıq və yaxud da 12 ilə 9-u çəkicə aparan zaman 3 və burada 4 qalacaq. 16x çıxılsın 20 bərabərdir 3x topla 6. X-ləri bir tərəfə keçirək. On 6x çıxılsın 3x bərabərdir 6 topla 20. 13x-imiz bərabərdir 26-ya, x bərabərdir 2. Doğru cavabımız olacaq B variantı. Növbəti sualımıza keçid alaq. 34-cü sualımız. 34-cü sualımızda A plus B 8-ə bərabərdirsə, A kvadratı plus 2AB plus B kvadratı bir ifadəsinin qiymətini hesablayın. A kvadratı plus 2AB plus B kvadratını. Gəlin biz əvvəlcə A plus B bərabər 8 ifadəsinin hər tərəfini kvadrata yüksəldir. Nəticəmiz olacaq A-nın kvadratı topla 2AB topla B-nin kvadratı bərabərdir 64. A kvadratı plus 2AB plus B kvadratı 64-ə bərabərdirsə və 64 topla 1 artıq bu ifadənin qiymətini tapmış olduq. 64 topla 1 65-ə bərabər olacaq. 34-cü sualımız olacaq A variantı. 35-ci sualımız. ABCD düz xətləri bir-birinə paraleldir. CBD kəsən olarsa alfa plus 2 beta plus 3 beta bucağının dərəcə ölçüsünü tap.
Əgər bu bucaq alfadırsa, bunun qarşısı da alfa bucağı olacaq və burada alfa beta bucaqları, safhaz bucaqlar olduğu üçün alfa bucağı beta bucağına bərabər olacaq və betanın qarşısı da beta bucağıdır. Və buradan da qamma bucağının da qarşısı ilə qamma bucağı. Yəni deməli alfa ilə qamma ilə də beta bucaqları qonşu bucaqlar olacaq. Yəni daxili bir tərəfli bucaqlardır. Cəmi 180 dərəcə olacaq. Və bundan istifadə edərək biz artıq alfanın yerinə beta, betanın yerinə alfa yaza bilərik. Alfa plus 2 beta topla 3 beta bucağının dərəcə ölçüsünü tap. Alfanın yerinə beta yazırıq. Beta topla 2 beta topla 3 qamma bərabərdir. 3 beta topla 3 qamma. 3'ü qarşıya çıxarsaq beta topla qamma. Və beta qamma bucaqlar necə bucaqlar idi? Daxili bir tərəfli bucaqlar və cəmi 180 dərəcədir. 3 vurulsun 180 dərəcə bərabər olacaq 540 dərəcəyə. Doğru cavabımız olacaq C variantı. 36-cı sualımıza baxaq. 36-cı sualımızda OC şüası AOB bucağının tən böləni, OD şüası isə AOC bucağının tən bölənidir. Deməli, OC şüası ümumi AOB bucağını 2 bərabər bucağa ayırır. OD şüası isə AOC-nin tən bölənidir. Gəlin onda başqa rənglə göstərək. OD şüası isə AOC-nin tən bölənidir. Yəni, AOD bucağı ilə DOC bucağı eyni bucaqlardır. Ümumi AOB bucağımız 140 dərəcədirsə, deməli, 70-70 olacaq bu bucaqların hər biri. Yəni, BOC bucağımız 70 dərəcə və AOC bucağımız 70 dərəcə olacaq. Bucaq AOC 70 dərəcədirsə, OD şüası da AOC-nin tən böləni olduğu üçün buradakı bucaqlarımızın hər biri 35 dərəcə olacaq. 35 dərəcə olacaq. Və COD-ni tapın. COD bucağımız da 35 dərəcəyə bərabər olmuş olacaq. Doğru cavabımız olacaq B variantı. 37-ci sualımız. A həqiqi ədədi üçün A-nın kubu 2-yə bərabər olarsa, A üstü 6 topla 6 ifadəsinin qiymətini tapın. A üstü 6-nı mən yazaram A kubunun kvadratı topla 6. A kubunun kvadratı topla 6 yazaram. Yəni A kubunun qiyməti 2 verilibdir. 2-nin kvadratı 4. 4 topla 6 bərabər olacaq 10-a. Doğru cavabımız 37-ci sualımız olacaq A variantı. 38-ci sualımız. Modula A-ya bərabərdir. Modul B mənfi B-yə bərabər olarsa, ifadələrdən hansıları mənfi ola bilməz. Deməli, modula A-ya bərabərdirsə, A burada müsbət ədəddir. Modul B mənfi B-yə bərabərdirsə, B mənfi ədəddir. Yəni, A burada 0-dan böyükdür. B isə 0-dan kiçik ədəddir və bizə deyir ki, ifadələrdən hansı mənfi ola bilməz. Birinci ifadəyə baxırıq. A, B kvadratı. A 0-dan böyükdür, müsbət ədəddir. B-nin kvadratı istər B mənfi olsun, burada müsbət olsun. İfadə müsbət olacaq. Deməli, müsbəti də müsbətə vuran zaman birinci ifadəmiz, yəni müsbət olacaq. Doğru cavab kimi biri götürə bilərik. Açıq 2B. A burada müsbət ədəddir, B isə mənfi ədəddir. Yəni, toplayan zaman müsbət ədəd olacaq. Üçüncü sualımız isə B çıx 2A-dır. B mənfi ədəddir. Yəni, mənfi ədəddən mənfini çıxan zaman biz həmişə onları toplayıb qarşısına mənfi yazırıq. Deməli, üçünün cavabı mənfi olacaq. Amma digərlərində cavabımız müsbət olacaq. Bizə deyir, şərtdə hansı mənfi ola bilməz? A variantı, yəni birinci və ikinci ifadələrin qiyməti mənfi ola bilməz. 39-cu sualımıza baxaq. 45% 90 olan ədədin 45% 90 ədədi tapmaq üçün 90-ı 100-ə vurub 45-ə bölərik. Nəticəmiz olar 200. 200-ün də 30%-ni tapan zaman nəticəmiz olacaq 60. Ədəd olacaq 60. 39-cu sualımız A variantı. 40-cı sualımıza baxaq. 2A topla 3B 14-ə bərabərdir. 4A kvadratı topla 9B kvadratı bərabər 100 olarsa AB hasilini tap. 4A kvadratı topla 9B kvadratının yerinə yaza bilərəm. 2A-nın kvadratı Dördə kvadratı topla 9B-nin kvadratının yerinə yazarıq. 2A topla 3B-nin kvadratı.
Və burada nəyi çıxmalı ki, bu ifadə qalsın? 4 kvadratı plus 9b kvadratı qalsın. Təbii ki, bunların hasilinin 2a, 3b, 6ab, 12ab-ni çıxmalı. 12ab bərabər olmalıdır. Bu ifadənin qiyməti artıq məlumdur. 14-ün kvadratıdır. 14-ün kvadratı çıxılsın. 12ab bərabərdir 100-ə. 14-ün kvadratı 196-dır. 196-nı sağa keçirərik. Mənfi 12ab bərabərdir mənfi 96-ya. AB hasilimiz bərabərdir 8. Doğru cavabımız 40-cı sualımızda olacaq C variantı. 41-ci sualımız. AB 2 rəqəmli ədədi üçün AB bərabərdir 2A topla 5B olarsa, B böl A nisbətini tapın. Bu cür ədədlər asandır. 2 rəqəmli ədəddir. 2 rəqəmli ədəd asan zaman hər mərtəbədə duran rəqəmi öz mərtəbə vahidinə vurmaqla açmalıyıq. Yəni 10A topla B bərabərdir 2A topla 5B. A'ları bir tərəfə, B'ləri bir tərəfə keçiririk. 8A bərabərdir 4B. Və buradan B bərabərdir 2A. B'nin qiyməti 2A bərabərdirsə, 2A-nı ifadədə yerinə yazsam, 2A bölünsün A. Nəticəmiz olacaq 2. 41-ci sualımız olacaq B variantı. 42-ci sualımız. 2 çıxılsın, 2 bölünsün, 2 çıxılsın. 0-dan dövrdə 3-ü adi kəsrə çevirməliyik. Saf dövr onluq kəsirdir. Saf dövr onluq kəsiri adi kəsrə çevirən zaman məxrəcə dövr edən rəqəmlərin sayı qədər 9 yazılır. Sürətdə isə dövr edən rəqəm yazılır. Bərabərdir. Burada 9 ilə 2 ixtisar aparan zaman 3-də 1 qalacaq. 2 çıxılsın, 2 bölünsün. 2 çıxılsın, 3-də 1. Bərabərdir. 2 çıxılsın. 2-dən 3-də 1-i çıxan zaman 1 tam 3-də 3-dən, 1 tam 3-də 2-ni çıxarıq. 1 tam 3-də 3 çıxılsın, 3-də 1. Bərabərdir. 2 çıxılsın. 2 bölünsün, 1 tam 3-də 2. Əməllər sırasında birinci bölmə əməlini etməliyik. 2 çıxılsın. 2-ni 1 tam 3-də 2-yə bölən zaman 2-ni vurarıq. 1 tam 3-də 2-ni düzgün olmayan kəsrə çevirsək 3-də 5 edəcək. Yəni 5-də 3-ə vurarıq. Tərsinə vurarıq. 5-də 3. Bərabərdir. 2 çıxılsın. 5-də 6. 2 çıxılsın. 1 tam 5-də 1. 1 tam 5-də 5-dən 1 tam 5-də 1-i çıxarıq. Və nəticəmiz qalacaq 5-də 4. 5-də 4-ü də onluq kəsrə çevirən zaman cavabımız olacaq 0,8. Doğru cavabımız olacaq C variantı. 43-cü sualımıza baxaq. Üçüncü sualımız. 9 üstü 9 vurulsun 8 üstü 3, 16 üstü 4, bölünsün 32 üstü 4, vurulsun 27 üstü 6. Deməli, burada biz hər birini eyni əsasa gətirməliyik. Məsələn, 9 olan 27 olanları 3 əsasına, 8, 16, 32 olanları isə 2 əsasına götürə bilərik. Yəni, 9-u yazarıq 3-ün kvadratı üzəri 9 vurulsun. 8-i yazarıq 2 üstü 3 üstü 3. 16-nı yazarıq 2 üstü 4 üstü 4 bölünsün. 32-ni yazarıq 2 üstü 5 üstü 4. 27-ni yazarıq 3 üstü 3 üstü 6. Bərabərdir. 3 üstü 18 vurulsun. 2 üstü 9 vurulsun. 2 üstü 16 bölünsün. 2 üstü 20 vurulsun. 3 üstü 18. Yuxarıda 2-nin qüvvətləri 2 üstü 25 edəcək. 2 üstü 25-i 2 üstü 20-yə bölən zaman nəticəmiz olacaq 2 üstü 5, yəni 32.
32. 318'lər də eynidir. İxtisar gedəcək. Nəticəmiz qalacaq 32. 43-cü sualımız olacaq. E variantı. 44-cü sualımıza baxaq. 44-cü sualımıza çoxluqlar verilib və həmin çoxluqlarda A-nın B-yə fərqi. Biz bilirik ki, çoxluqlarda A-nın B-yə fərqi A-nın B-də olmayan elementlərini verir və qarşısında N varsa, həmin elementlərin sayını ifadə edir. Deməli, baxırıq. Bir ədədi B çoxluğunda yoxdur. Deməli, 1 daxil edirik həmin çoxluğun içərisinə, yəni N, A fərq B çoxluğunun içərisinə. 1 daxil olacaq. Daha sonra 2 daxil olacaq. A-nın B-də olmayan elementləri. 3 var, 4 var və 5 var. Deməli, neçə element oldu cəmi? 2 element. Say olaraq 2 elementimiz oldu. İndi isə B-nin aya fərqinə baxırıq. B-nin aya fərqində isə 3 ada var, 4 ada var, 5 ada var, 6 və 7 yoxdur. 6 və 7. Deməli, 2 element də burada olacaq. Və bunların cəmi bizə verəcək 4. 44-cü sualımız olacaq C variantı. Katetləri 5-12 nisbətində olan düzbucaqlı üçbucağın perimetri 90 olarsa, bu üçbucağın hipotenuzunu tapın. Biz bilirik ki, katetlər verilən zaman, hipotenuzu tapan zaman katetlərin kvadratları cəmini tapın. 5K 12K. Hipotenuzu tapan zaman x'in kvadratı bərabərdir 12K kvadratı topla 5K kvadratına. X'in kvadratı bərabərdir 144K kvadratı topla 25K kvadratına. Nəticəm 169K kvadrat edəcək. 169K kvadratından da 13K çıxır kökdə. Deməli, tərəfin biri də, yəni hipotenuzumuz da 13K-dır. Perimetr 90-dırsa, tərəflərin cəmi 90-a bərabər olmalıdır. 12K topla 13K topla 5K bərabərdir 90. 12K, 13K, 25K, 5K da olacaq 30K. 30K 90-dırsa, K 3 olacaq. Və bizdən hipotenuz istəyir. Hipotenuz 13K idi. 13-ü də 3-ə vuran zaman nəticəmiz olacaq 30. Doğru cavabımız 45-ci sualımızda olacaq B variantı. 46-cı sualımızla davam edək. 0.5-dən böyük və məxrəci 16 olan neçə ixtisar olunmayan 0.5-dən böyük və məxrəci 16 olan neçə ixtisar? 0.5-dən böyük və məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsirlərin cəmini tapın. 0.5 yəni 2də 1 kəsirdir. 2də 1 kəsirini biz məxrəcini 16-ya gətirmək üçün 16-da 8 yazarıq. 16-da 8-dən böyük və məxrəci 16 olan ixtisar olunmayan kəsirlər. 16-da 9. 16-da 10 ixtisar olunandır. 16-da 11. 16-da 12-də ixtisar olunandır. 16-da 13. 16-da 14 və 16-da 15 də 16-da 14 ixtisar olunandır, amma 16-da 15 ixtisar olunmayandır. Bu kəsirlərin cəmini tapmalıyıq. Nəticəmiz olacaq 16-da 20, 20 ilə 15-i toplayan zaman 35, 35-lə də 13 toplayan zaman 48, 48-i də 16-ya bölən zaman doğru cavabımız olacaq. 46-cı sualımızın cavabı 3-ə bərabər olacaq. 47-ci sualımıza baxaq. Sualımızda bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsmə nöqtəsinə qədər məsafə 6 köşkəcə bərabər olarsa, bu üçbucağın tərəfini tapın. Gəlin üçbucağımızı çəkək. Bərabər tərəfli üçbucağın biz bilirik ki, bütün tərəfləri bir-birinə bərabərdir. Və bərabər tərəfli üçbucağın təpəsindən çəkilən düz xətt həm perpendikulyar, həm median, həm də tam böləndir. Adlandıraq A, B, C və D.
Medianların kəsmə nöqtəsinə qədər məsafə. Bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsmə nöqtəsinə qədər məsafə 6/3-ə bərabər olarsa, bu üçbucağın tərəfini tapın. Medianların kəsmə nöqtəsi də bu hissəyə düşəcək. Medianlarımız bu nöqtədə kəsişir. Təpə nöqtəsindən bu hissəyə qədər məsafə 6/3-dür. Median xəssəsindən bilirik ki, medianlar 2-nin 1-ə nisbətində bölünür. Əgər 2-nin 1-ə nisbətində bölünürsə, baxın, bura 2K-dırsa, bura K olmalıdır. Yəni 6/3-dürsə, bu hissə onun yarısı olacaq artıq. 3/3-ə bərabər olacaq. 2-nin 1-ə nisbətində bölünməlidir. 3/3 olmalıdır. Və bu üçbucağın tərəfini tapın. Yəni 2K 6/3-ə bərabərdirsə, biz K-nı tapsaq, K olacaq 3/3. K 3/3-ə bərabərdir. Daha sonra bu üçbucağın tərəfini tapın. K bərabər oldu 3/3-ə. İndi isə baxırıq. Burada BDS düzbucaqlı üçbucağı və ABD düzbucaqlı üçbucağı var. Kənarda birini çəksək, BDS üçbucağını çəkirəm. Və bucağımız da C bucağı, B bucağı, A bucağı hər biri 60 dərəcə olmalıdır. Baxın, C bucağı. Burada həmin üçbucağın tərəflərini də qeyd edirik. BDS. BDS üçbucağını ayrı kənarda çəkdim. C bucağımız 60 dərəcədir. Düzbucaqlı üçbucaq olduğu üçün B bucağımız olacaq 30 dərəcə. BD tərəfimiz 9/3-dür. BD tərəfinə 9/3 yazırıq. Burada deməli 30-un qarşısındakı tərəf beton uzun yarısı olmalıdır. Yəni 60-ın qarşısındakı tərəf isə digər katetin kök keçmişdə olmalıdır. Məsələn, mən bura 2x yazsam, bura x olmalıdır. Katetləri tapmaq üçün əgər bu hissə 9/3-dürsə, deməli x 9 olmalıdır ki, 9-u kök-kökə vuran zaman 9/3 etsin. Deməli x-imiz 9, digər katetimiz 9-dur, beton uzunluğumuz da 2 vur 9, 18-ə bərabər olacaq. Deməli BC tərəfimiz, yəni ümumiyyətlə üçbucağın bütün tərəfləri bərabər tərəfli üçbucaq olduğu üçün BC tərəfi artıq 18-dirsə, digər tərəflər də hər biri 18-ə bərabər olacaq. 47-ci sualımızın doğru cavabı 18 olacaq. 48-ci sualımızda çox sadə bir sualdır. Daxildə olan bucaqların cəmi xaricdə olan bucağa bərabər olmalıdır. Yəni 70 topla x bərabər olmalıdır 100-ə. X bərabərdir 30 dərəcəyə. 48-ci sualımızın cavabı 30 dərəcəyə bərabər olacaq. 49-cu sualımıza baxaq. Diaqrama əsasən çoxhədlinin dərəcəsini təyin edin. Deməli, M-in dərəcəsi 8-dir. M-in dərəcəsi 8. K-nın dərəcəsi 4-dür və 4, bir də 3. K üstü 4 üstü 3 olduğu üçün burada dərəcəmiz 4 vur 3 olacaq. Yəni 12 olacaq. E-nin dərəcəsi 10-dur. P-nin dərəcəsi isə 6-dır. Deməli, dərəcələrimiz olacaq M üstü 8, K üstü 12, N üstü 20 və P üstü 12. Və burada vurma işarəsi olduğu üçün mötərizələr vurulub açılacaq, amma bunlar 2-2 bir-birinə vurulacaq. Məsələn, M üstü 8, N üstü 10-a vurulacaq. M üstü 8, N üstü 10. Bu bir həddinin dərəcəsi bizə 18-i verir. Sonra M üstü 8, P üstü 12-yə vurulacaq. M üstü 8, P üstü 12 olacaq. Burada isə dərəcəmiz 20 olacaq. K üstü 12, N üstü 20-yə vurulacaq. Burada dərəcəmiz 32 olacaq. Və bir də K üstü 12, P üstü 12-yə vurulacaq. Burada isə dərəcəmiz 24 olacaq. Və biz də çoxhədlinin dərəcəsini tapan zaman
bir həddilərə ayrı-ayrı baxırıq. Hansı bir həddinin dərəcəsi ən böyükdürsə, həmin dərəcə olur çox həddinin dərəcəsi. Bunların içərisində ən böyük dərəcəmiz 32-dir. Deməli, doğru cavabımız olacaq 32. 49-cu sualımızın cavabı 32-yə bərabər olmuş olacaq. 50-ci sualımıza baxaq. Əllinci sualımız da sadə sualdır. 5A 3B'ye bərabərdir çarpaz vuran zaman. Buradan A 3K'ya K'lı sistemdir. B isə 5K'ya bərabərdir. Yerinə yazırıq. 3K və 5K'nın cəmi 8K. 8K 32-yə bərabərdirsə, K 4-ə bərabərdir. K 4-dürsə ədədlərimizin biri A 12 olacaq. A bərabərdir 3 vur 4 12-yə, B isə bərabərdir 5 vur 4 20-yə. 20-dən 12-ni çıxan zaman nəticəmiz olacaq 8. 50-ci sualımızın cavabı 8-ə bərabər olacaq. 51-ci sualımıza baxaq. 5 ədədinin tərsi ilə əksinin fərqini tapın. 5 ədədinin tərsi 5-də 1. Əksi isə mənfi 5-dir. Fərqini tapan zaman çıxılsın. Mənfi 5. 0,2 topla 5. Nəticəmiz olacaq 5,2. 51-ci sualımızın cavabı 5,2-yə bərabər olacaq. 52-ci sualımıza baxaq. ABC bərabər yanı düzbucaqlı üçbucağında ASB 90 dərəcədir. B'də tən böləndir. Deməli, bucağı yarı bölüb. CD 8-ə bərabərdir. AD'nin uzunluğunu tapın. CD 8-ə bərabərdir. ASB bucağı isə 90 dərəcədir və B'də də tən böləndir. AD tərəfini bilmədiyimiz üçün AD tərəfini X ilə işarə edək. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğu üçün BC tərəfi də X topla 8-ə bərabər. AC tərəfi ilə eyni olmalıdır. Katetləri bərabər olmalıdır. BC tərəfimizdə X plus 8 olacaq. AD'nin uzunluğunu tapmalıyıq. Və katetləri bir-birinə bərabər olanda düzbucaqlı üçbucaqda betonuz katetin kökdə 2 mislinə bərabər olur. Yəni, betonuzumuzda X topla 8 vurulsun kökdə 2 olacaq. Vurulsun kökdə 2. Artıq tərəfləri təyin etdikdən sonra tənbölən xassəsindən istifadə edərək X-i tapa bilərik. Tənbölən xassəsindən bilirik ki, uyğun tərəflərin nisbəti bir-birinə bərabər olmalıdır. Yəni, X topla 8 vurulsun kökdə 2. X topla 8 vurulsun kökdə 2-nin X-ə nisbəti bərabər olmalıdır. X topla 8-in 8-ə nisbətinə. X plus 8-ləri ixtisara apararıq. Nəticədə qalar X bərabər 8 kökdə 2. 52-ci sualımızın doğru cavabı olacaq 8 kökdə 2. AD tərəfinin uzunluğu 8 kökdə 2-yə bərabər olacaq. 53-cü sualımız boş olmayan A və B çoxluqları üçün N-A kəsişmə B-nin 3-ə fərqi, 3-ə nisbəti N-A kəsişmə B 3-ə nisbəti bərabər olmalıdır. N-B fərq A-nın 8-ə nisbətinə və o da bərabər olmalıdır. N-A fərq B-yə. Birləşməsinin də elementlərinin sayı 48 verilmişdir. N-A kəsişmə B. Yəni, A kəsişmə B-nin elementlərinin sayını istəyir bizdən. Burada düsturu yazmalıyıq. Biz bilirik ki, N A birləşmə B-ni tapan zaman N A birləşmə B bərabərdir. N A fərq B topla N topla N B fərq A topla N
A kəsişmə B. Bu düsturdan istifadə edərək tapa bilərik. A-nın B-yə fərqi x-dir. A-nın B-yə fərqini biz x ilə işarə edək. O zaman B-nin fərqi 8x olacaq. X topla 8x kəsmə elementlərinin sayısı 3x-ə bərabər olacaq. Bərabərdir 48-ə. Buradan x-i tapsaq, x 4-ə bərabər olacaq. 12x 48-dir, x 4-dür. A kəsişmə B isə 3x-ə bərabər idi. 3 vurulsun 4. Elementlərinin sayı 12-yə bərabər olacaq. 53-cü sualımız olacaq 12. Əlli dördüncü sualımıza baxaq. Alfa, beta, qamma nisbəti bucaqlarının nisbəti 5, 4, 6 nisbətində bölünmüşdür. Qammanı tap. Deməli, alfa bucağımızı 5K götürürük. Alfa bucağı 5K'ya bərabərdir. Beta bucağı 4K'ya. Qamma bucağı isə 6K'ya bərabərdir. Paralel düz xətləri uzadan zaman, burada baxın, paralel düz xətləri uzadıram. A düz xəttini və B düz xəttini. Beta bucağını tapan zaman, baxın, burada xaricdəki bucaqlar daxildəki bucaqlarının cəminə bərabər. Bu qasidədən də istifadə edə bilərik. Yəni, alfanın yerinə yazarıq 180 çıx alfa, alfanın qonşusu 180 çıx alfa olacaq. Qammanın qonşusu isə 180 çıx qammaya bərabər olacaq. Və bu ikisinin cəmi bizə beta bucağını verməlidir. Yəni, kənarda yazaq. Beta bucağı nəyə bərabər idi? 4K'ya. 4K bərabərdir. Alfanın yerinə 5K yazarıq. 180 çıxılsın 5K topla 180 çıxılsın. Qammanın yerinə isə 6K yazarıq. 6K. K'ların hər birini sol tərəfə keçirsək, 5K, 6K, keçir sol tərəfə toplanır 11K. Üstünə də 4 gələn zaman 15K. 15K bərabərdir. 180-ləri də toplasaq 360. K bərabərdir. 360-ı da 15-ə bölən zaman 24. K 24-ə bərabərdir. K 24-dürsə, qamma bucağını 6K ilə işarə etmişdik. 6 vur 24. 144 dərəcəyə bərabər olacaq. Doğru cavabımız olacaq 54-cü sualımızda 144 dərəcə. 55-ci və sonuncu sualımıza baxaq. X-in kubu çıxılsın 64 x çox həddisinin vuruqları A, x kvadratı çıx 2x çıx 48 çox həddisinin vuruqları isə B çoxluğunun elementləridir. Dən hər birini ayrı-ayrılıqda vuruqlarına ayır. X-in kubu çıxılsın 64x. Buradan x-i çıxaran zaman nəticəmiz olacaq. X-in kvadratı çıxılsın 64. X-in kvadratı çıxılsın 64-də vuruqlarına ayırsaq, x sıx 8, x topla 8 olacaq. X topla 8. İndi isə x kvadratı çıx 2x çıx 48-i vuruqlarına ayıraq. X kvadratı çıx 2x çıx 48. Bir teoreminə əsasən də tapa bilərik bunu. Köklər cəmi müsbət 2-yə bərabər olsun. Köklər hasili mənfi 48 olsun. Bu ədədlərdə 6 və mənfi 6 və 8. Mənfi 6 və 8. Mənfi 6 və 8 isə bir vuruğumuz 2 sıx 8 olmalıdır. Digəri isə x plus 6 olmalıdır. X plus 6. Çoxəlli qrupları ayırın və Eylerimin diaqramında qeyd edin.
Deməli, biz bilirik ki, Eyler-Venn diaqramında ortaq hissə kəsişmədir. Yəni, hər ikisində olan vuruqları yazmalıyıq. Hər ikisində olan vuruqlarımız 2 sıx 8 vuruqdur. Deməli, orta hissəyə 2 sıx 8 yazmalıyıq. B ədədi. Birinci ədəd A-nın vuruqlarıdır, ikinci B-nin vuruqlarıdır. A-nın vuruqlarında hansıları yazmamışıqsa, bu boş hissəyə, sol kənar hissəyə onları qeyd edirik. Yəni, x-i yazırıq və bir də x plus 8-i yazırıq. B-də isə 2 sıx 8 orta hissəyə yazmışıq. Digər sağ kənar hissədə yazılacaq 2 topla 6. Cavabımız bu şəkildə olacaq. İzahımız bu qədər. Ümid edirəm, izah sizlər üçün aydın oldu. Digər sınaqların izahını görmək istərsinizsə, şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Növbəti video izahlarda görüşənədək. İzlədiyiniz üçün sağ olun.